Cəlilabad rayon İcra Hakimiyyəti vacib məlumat yayıb. Məlumatda deyilir: 27 avqust 2026-cı il tarixdə saat 11-dən 13:00-a qədər 35 kilovatlıq Göytəpə yarımstansiyasına gələn hava xəttində təmir işləri aparılacaq. Bildirilib ki, təmirlə əlaqədar Cəlilabad rayonu üzrə 8270 abonentin Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolniye, Ağdaş, Oğrubulaq, Fətulla Qışlaq, Komanlı, Həzəabad və Ağlaşar kəndlərinin elektrik enerjisi təchizatında fasilə yaranacaq. Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir: Cəlilabadda zəlzələ baş verib. Məlumata görə Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 18:47-də 26 km dərinlikdə olub. Zəlzələ demək olar ki, hiss olunmayıb. Gəncədə yeniyetmələrin mübahisəsi cinayətlə nəticələnib. 17 yaşlı İsayev bədəninin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb. Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katix kəndindən keçən hissəsində avtomobil dirəyə çırpılıb, ər-arvad xəsarət alıb. Belə ki, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi Mercedes markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında quraşdırılmış radara çırpılıb. Qəzadan sonra sürücü və onun həyat yoldaşı Məmmədova xəsarət alıblar. Yaralılar Balakən rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib.